Yoxsa sən mağara və rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunu mu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb, ey Rəbbimiz, bizə öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq. Onları yuxuya verdik. Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar kafir hökümdarın qarşısında durub, Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq deyərkən, onların qəlbinə qüvvət verdik. Cavanlardan biri o birilərinə dedi, bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar bütlərə dair bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. Orada olsaydın, günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb, sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Onlar yatmışkən sən onları oyaq hesab edərdin. Biz onları sağa sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. Onlar mağarada 300 il, üstəlik 9 ildə qaldılar.